Salam əziz abituriyentlər, mən Nəbiyeva Nərgiz. Bugün sizlərlə Avrasiya materiki və Avropa qitəsinin relyefi və faydalı qazıntıları mövzusunu öyrənəcəyik. Əvvəlcə onu yadımıza salaq ki, materik hər tərəfi okeanlarla əhatə olunmuş böyük quru parçasına deyilir. Qitə isə adalarla birlikdə olan quru parçasıdır. 6 materik, 6 qitəmiz var. Materiklər Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Avstraliya və Antarktidadır. Qitə isə Avropa, Asiya, Amerika qitəsi, Afrika, Avstraliya və Antarktidadır. Avrasiya materiki 2 qitəyə ayrılır, Avropa və Asiya qitəsinə. Avrasiyanın sahəsi 54 milyon kvadrat kilometrdir ki, və dedik ki, 2 qitədən ibarətdir, Avropa və Asiyadan ibarətdir. Avropanın sahəsi 10,5 milyon kvadrat kilometrdir, Asiya isə 44 milyon kvadrat kilometrdir. Avrasiya ən böyük materikdir və o 4 yarımkürədə yerləşir. Avrasiyanın ucqar nöqtələrinə gəlin baxaq. Şimal ucqar nöqtəsi Rusiya ərazisində yerləşən Taymır yarımadasında olan Çelyuskin burnudur. Cənub ucqar nöqtəsi Malaziya ərazisində olan Piyay burnudur. Şərqdə yenə Rusiya ərazisində və Çukot yarımadasında olan Deşinyev burnu, qərbdə isə Portuqaliya ərazisində yerləşir və Piriney yarımadasında olan Roka burunlarıdır. Dedik ki, Avrasiya 2 qitəyə bölündü, Avropa və Asiya qitəsinə. Onların şərti sərhəddi bu cür gedir. Ural dağları, Ural və yaxud da Enba çayı, Xəzərin şimal hissəsi, daha sonra Kumamanlı çökəkliyi, ondan sonra gəlir burada Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, daha sonra Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizinin sahilləri vasitəsilə Avropa və Asiya qitəsinə ayrılır. Avrasiya Şimali Amerikadan Bering boğazı vasitəsilə ayrılır. Afrikadan isə Cəbəlü Tariq boğazı, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babil-Məndəb boğazı və Ədən körfəzi vasitəsilə ayrılır. Avrasiya materikinin əsasını Avrasiya tasvir tavası təşkil edir və Mezozoy erasında Ərəbistan və Hindistan tavaları Avrasiya ilə birləşibdir. Afrika tavasının şimalı hərəkəti nəticəsində isə Alp dağları, Ərəbistan tavasının şimalı hərəkəti nəticəsində isə Qafqaz dağları yaranmışdır. Hind-Avstraliya tavasının şimalı hərəkəti nəticəsində isə Avrasiya tavası ilə birləşib və nəticədə Himalay dağları yaranmışdır. Materikdə bir neçə iri tasvir tavaları yerləşir ki, biz buna Şərqi Avropa tavasını deyəcəyik. Daha sonra Çin-Koreya tavası var. Burada Cənubi Çin, Turan, Tarım, Ərəbistan və Hindistan tavaları da yerləşir. Avrasiya materikinin sahillərini 4 okeanın suları yuyur. Şimaldan Şimal buzlu okean, şərqdən Sakit, cənubdan Hind, qərbdən isə Aralıq dənizi vasitəsilə Atlantik okeanının suları ilə yuyulur. İndi isə gəlin Avrasiyanın Avropa hissəsini, yəni Avropa qitəsini öyrənək. Avropa qitəsi Avrasiya materikinin qərb hissəsində yerləşir və onun ucqar nöqtələri şimalda Skandinaviya yarımadasında Nordkin burnudur. Şərqdə Qütb Uralının şərq hissəsi, onun şərq nöqtəsi adlanır. Qərb hissədə Piriney yarımadasında yerləşir Roka burnu, cənubda isə Marokki və yaxud da buna Mərakeş burnu da deyirlər, yerləşir. Avropa bir neçə regiona bölünür ki, bura biz Şimali Avropanı, bura Skandinaviya yarımadasını, orada olan ölkələri, İslandiyanı aid edirik. Orta Avropaya əsasən Böyük Britaniyanı, Almaniya, Fransa kimi ölkələri aid edəcəyik. Cənubi Avropa daha çox parçalanmışdır. Bura İspaniyadır, Portuqaliyadır, Apennin yarımadasıdır, Piriney yarımadasını, Balkan yarımadasını aid edəcəyik. Şərqi Avropa isə daha çox düzənliklərdən ibarətdir. İndi isə gəlin tək-tək hər birini öyrənək. Şimali Avropada dedik ki, əsas hissəni Skandinaviya yarımadasında olan Skandinaviya dağları tutur ki, onun da ən hündür zirvəsi Qalxan Pekindir, 2469 metrdir və bu ərazilər vaxtı ilə buzlaqların altında olmuşdur, yəni 4-cü dövr buzlaşmasına məruz qalmışdır. Ona görə də bu hissədə biz çoxlu sayda Norveç ərazisində fiordlara rast gələcəyik. Daha sonra Finlandiyada morintrələrini, təpələrini, Trok dərələrini görə bilərik. Mərkəzi Avropa isə daha çox burada düzənliklərdən ibarətdir və bunlardan da ən böyüyü Almaniya, Polşa ovalığıdır. Mərkəzi Avropada qurunun tektonik əyilməsi baş verir. Orta Avropada deyə bilərik, bu ərazidə qurunun tektonik əyilməsi baş verir. İnsanlar bu su basmaların qarşısını almaq üçün
bəndlər tikir və dənizləri qurudaraq antropogen mənşəli düzənliklər yaradır ki, bu düzənliklərin də ən çox yerləşdiyi ölkə Niderlanddır. Bundan başqa Belçika, Almaniya, Danimarkada da belə polderlərə rast gəlmək mümkündür. Niderlandın 40%-ni polderlər təşkil edir ki, yəni Niderland öz ərazisinin 40%-ni polderlər hesabına artırmışdır. Orta Avropada dedik düzənliklər olsa da, burada da dağlar vardır. Məsələn, burada Cavan Alp dağları yerləşir ki, onun da hündürlüyü 4807 metrdir. Bundan başqa Karpat dağları da bu regiona aiddir. Gerlhove-Ştitli hündür zirvəsi və 2655 metrdir. Qədim dağlardan isə biz burada Sudet dağlarını, Filizli dağları misal göstərə bilərik. Bundan başqa burada Vogez dağları var. Mərkəzi Fransa massivi də bura aiddir. Cənubi Avropa isə çox parçalanmışdır. Burada çoxlu sayda yarımadalar, adalar vardır. Pireney yarımadasını, Apennin yarımadasını misal göstərə bilərik. Burada adalara Korsikadır, Siciliyadır, Sardiniya adasıdır. Eyni zamanda Balear adalarını misal göstərə bilərik. Və bu ərazi tektonik cəhətdən də aktivdir. Burada Avropanın məşhur vulkanları yerləşir. Siciliya adasında Etna vulkanı, Apennin yarımadasında Vezuvi vulkanı, Stromboli adasında Stromboli vulkanı yerləşir. Bundan başqa Şimali Avropada da vulkanlar vardır. İslandiya bilirik ki, əvvəlki dərsimizdə öyrənmişik. Ən böyük vulkanik adadır və burada Hekla, Bardarbunga, Eyjafjallajökull, Kudul kimi fəaliyyətdə olan vulkanlar yerləşir. Cənubi Avropada eyni zamanda Sloveniya ərazisində karst mağaraları da var. Bunlardan da Sloveniyadakı Postoy mağarasını biz misal göstərə bilərik. Şərqi Avropa isə daha çox düzənliklərdən ibarətdir. Bu düzənliklərdən ən böyüyü Şərqi Avropa düzənliyidir və burada qədim Ural dağları yaranmışdır. Onun da ən hündür zirvəsi Narodnayadır və 1895 metrdir. Burada Böyük Rus düzənliyi adlanan düzənlik vardır ki, burada Ukrayna, Belarusiya və Rusiyanın Avropa hissəsi yerləşir. Bu ərazidə Orta Rusiya, Valday, Stavropol, Dnepr kimi yüksəkliklər də vardır. Və Şərqi Avropanın cənub hissəsində, yəni baxın bu hissələrdə Qafqaz dağları, Krım dağları yerləşir. Krımın ən hündür zirvəsi Roman Koştur 1545 metr, Qafqazda isə Elbrus zirvəsidir 5642 metr. Elbrus Avropanın ən hündür zirvəsi sayılır. Ən alçaq hissəsi isə Xəzəryanı hissədədir. Avropada yerləşən Alp dağları regionda turizmin inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, Avstriyada və İsveçrədə dağ turizmi xeyli inkişaf etmişdir, böyük fayda vermişdir. Bundan başqa İspaniyada Menorka çimərliyi də turizmin inkişafına faydası var. İndi isə gəlin qitənin yarımadalarına baxaq. Dedik ki, burada Skandinaviya yarımadası Şimali Avropanın böyük hissəsini tutur və daha sonra burada Kola yarımadası yerləşir. Jutlandiya yarımadası yerləşir, Pireney yarımadası, burada Meseta yaylası yerləşir. Apennin yarımadasında Apennin dağları yerləşir. Balkan yarımadasında Dinar dağları, Balkan dağları yerləşir. Kiçik Asiya yarımadasının qərb hissəsi Avropa qitəsində yerləşir. Ovalıqlarından Orta Dunay ovalığıdır, Aşağı Dunay ovalığı, Padan ovalığı, Almaniya, Polşa ovalığını misal göstərə bilərik. Eyni zamanda Xəzəryanı ovalıqdır. Yüksəkliklərdən Timan yüksəkliyi, Orta Rusiya yüksəkliyi, Valla yüksəkliyini də misal göstərə bilərik. Adalarından Farer adalarıdır, Böyük Britaniya adası, hansı ki platformada yerləşir, İrlandiya adası, İslandiya adası, Orta Okean dağ silsiləsinin üzərində yerləşən vulkanik adadır. Avropa qitəsində Şimal Buzlu Okean, Atlantik Okeanın suları yuyur. Cənubi Avropanın ən böyük düzənliyi Padan ovalığıdır. Orta Avropada isə Almaniya, Polşa ovalığıdır. Şərqi Avropada Şərqi Avropa düzənliyi dedik ki, ən böyük düzənliyidir və bunun üzərində Ukrayna, Belarusiya və Rusiyanın Avropa hissəsində yerləşən şəhərlər yerləşir. İndi isə gəlin Avropa qitəsinin faydalı qazıntılarına nəzər salaq. Neft əsasən Şimal dənizi sahillərindən çıxarılır. Bundan başqa burada Norveç dənizinin sahillərində də neft var. Burada Böyük Britaniya, Niderland, Rusiya ərazisində neft zəngindir. Təbii qaz ehtiyatı da neftlə eyni ərazilərdədir. Niderlandda, Rusiya ərazisindən çıxarılır. Daş kömür isə Şərqi Avropada, Ukraynada, Polşa ərazisində yerləşir. Eyni zamanda Rusiyada da var. Qonur kömür isə Almaniya ərazisində yerləşir. Şərqi Avropa apatit ehtiyatı ilə də zəngindir. Dəmir filizi Ukraynada, Skandinaviya sahillərində, Şərqi Avropada yerləşir. İsveç ərazisində də dəmir filizi zəngindir. Bundan başqa Avropa qitəsində boksit, manqan yerləşir. Manqan Ukrayna ərazisindədir. Xrom Türkiyədə, Albaniyada yerləşir. Mis yataqları burada var. Qızıl və uran ehtiyatı da Rusiya ərazisində yerləşir. Bugünkü dərsimiz bu qədər. Hər birinizə uğurlar.